Subhanallahil azim. Belə olduqda necə insan inkar edə bilər? Yəni ona görə onlara deyirəm, həqiqətən özünə qayıt, öz fitrətinə qayıt, Rəbbinə qayıt və bütün xoşbəxtçiliklər Allahın əlindədir. Əgər insan Allahın dinində olmasa, heç vaxt xoşbəxt ola bilməz. Bu din gəlib insanı islah etmək üçün, insanı zülmətlərdən nura çıxarmaq üçün. Kitabun ənzəlnahu ileykə mübərəkun liyeddəbbəru əyəti. Bu kitabı sizə nazil etmişik, bərəkətli bir kitabdır ki, onların ayətlərini düşünəsiniz, ibrət alasınız. Və həmçə Allah Azze və Cəllə buyurur ki, tuxricənnəs minəz-zulümət ilə nur. Allah öz ayətlərini göndərib ki, insanları zülmətlərdən nura çıxartsın. Ələ ya'ləmu mən xaləqa və huvəl-latiful xabir. O yaratdığını bilməzmi? O yaratdığını tanımırmı? Onun bütün, görün Allahın insanın bədənində nələr qoyub, necə şeylər yaradıb. Ona görə həkimlərin halına təəccüb olsun. O həkimlər ki, Allaha ibadət etmir. O həkimlər ki, Allahdan uzaqdır. Çox təəccüb olsun. Sən ki, bilirsən insanda hansı proseslər gedir. Sən ki, bilirsən Allahın əmri orada necədir. Sən ki, bilirsən ki, öldürən də Allahdır, dirildən də Allahdır. O əməliyyatı edəndən sonra o dərini tikirsən, kim yapışdırır o dərini? Baxırsan ki, yəni ölən insanı, həyatına heç ümid olmayan bir insanı Rəbbin necə qaytarır, sağlam bir insan edir. Necə ki, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, Rabbən-nəs, ey insanların Rəbbi, əzhibil bəs, bu xəstəliyi apar. Vaşfi əntə şəfi, şəfa ver, həqiqətən sən şəfa verənsən.